Oxuyan. İndi fikir verin bura. Bax bir şey fikir. Deməli, bax fikir neylə ifadə olunub? An. Fe'li sifətlə ifadə olunub xəbər. Mən demişdim ki, bir dənə mübtədanı tapın cümlədən. Qalanını şey götürün, nədir adı? Xəbər götürün və tərkib olur onda. Mən baxıram ki, burada amil bizim mübtədamızdır. Tərəddüd edirəmsə əgər ki, bu oxuyandır götürdüm xəbər deyək. Fe'li sifət tərkibi ola bilər. Tərəddüd edirəm ki, nəyi oxuyandır dərslərini? Tamamlıq götürüm, yoxsa tərkibə aid olan söz götürüm? Nə edəcəm? Yer dəyişmə edəcəm. İndi çevirirəm cümləni. Bax. Cümlə dəyişirsə. Dərsləri demək, bir dəqiqə baxın. Həmişə yaxşı oxuyan amildir. Qulaq asın deyil. Qulaq asın, bu çox vacib şeydir ha. Bax, mən deyirəm, sonra gedib tapa bilməyəcəksiniz. Mən çox vacib şey deyirəm sizə hər vaxtında. Diqqətlə qulaq assanız, gedib sonra tərəddüd edib qalacaqsınız belə. Neyini burada? Bilmirəm. Qulaq asın, o danışırsınız, Allah şikayət edir. Müəllim. Şikayət edirlər ha, yəni dərs vaxtı qulaq asmışsın. Amil oxuyan da tərkibə heç vaxt qatılmır da. Yox. Amildir xəbər. Bax, nə elədim mən? Tapdım mübtədanı, tərəddüd edirdim axı. Mübtədanı gətirdim, elədim xəbər vəzifəsində, cümləni yazdım, fikirləşdim elə, ya yazıram, ya fikirləşirəm, fərqlənir. Görürəm ki, burada bax, buradan buraya kim nə olacaq? Dərslərini yaxşı oxuyan. Mübtəda. Necə bilirəm ki, o da daxildir mübtədaya, buradan buna əlaqələndirirəm. Dərslərin amildir, olur? Yox. Olmur. Onda mən nə edirəm? Keçən də demişdim ki, rahatçılıqla, əminliklə buradan bura kim hamısını xəbər götürün. Buxarlanan qayda.